45. 45. Mən nə qədər eləmişsiniz kosmetoloji prosedur? Bəli, eləmişəm, mütəmadi edirəm. Amma çox belə yox, amma belə edirəm. Sonuncu nə eləmişsiniz? Sonuncu monosaplar eləmişəm. Ancaq bu hissəyə də düzdür. Nə qədər keçir? Alında yoxdur. Keçər hardasa bir 5 ay, 4-5 ay keçər. Bəyəndiniz monosapları? Mən əslində 2017-ci ildə eləmişdim bunu bir dəfə. Yəni, xoşuma gəlmişdi. Üzümün pis saxlamır, yəni necə deyim sizə, çox belə düşməsinə icazə vermir. Belə, yəni başqa bir şey etməmişəm. Bir də gözaltı nəmləndirmə eləmişdim. Acılı botoks istəmirdim. Yəni botoks ümumiyyətlə çoxdan da etdirmirəm. Amma baxıram ki, indi botoksa niyə istəmirəm? Çünki üz donur və o donmuş simalı istəmirəm də. Yəni mən mimiklərimlə danışan insanım. İstəyirəm ki, mimiklər, bu qırışlar olmaz, amma mimik qalsın. Yəni ki, İndi ben sizə bir söz deyim. Belə eynən, yəni pasientlərim çoxdur. Deyir ki, donmuş sima istəmirəm. Botoksu eləyirsən donmamaq şərtilə. İstər-istəməz bu qaşı qaldıranda biraz burada qırış olur. Bu korreksiya gəlir, deyir, qırışım qaldı. Deyirsən ki, axı siz əvvəldə demişsiniz ki, mən donmuş üz istəmirəm. Mən də bunu eləyirəm yumuşaq. Mən buna happy botoks deyirəm. Amma 15-21 gündən sonra gəlirlər ki, yox, burada bir damcı qaldı, burada bir damcı qaldı. Yəni, bax, bilmirsən ki, kimi necə işləyəsən. İndi mən sizə botoks eləsəm, bir-iki yerdə qırışınız qalacaq. Yəni, məncə siz bunu istəyirsiniz. Amma sonra korreksiyada mənə deyirlər ki, bu qırışları... Açıqda yox, mən istəmirəm ki, qalsın. Qırış okeydir. Yəni, dediyim kimi, indi də belə demək okeydir. Adətən də saçımı yıxıram, indi çox arayət. Amma siz çox emosional danışırsınız. Bəli, danışanda üz-gözlə danışıram. Sən ancaq bunlar oynayır və qırışlar danışırsan, qaz ayağı da lap çox. Düzdür, demirəm, yaraşır, amma yəni bu var da, bu var. Sonra bu çapığa çevriləcək, daha da dərinləşəcək. Sonra biz bunu heç bir prosedurla bərpa edə bilməyəcəyik. Bunlar falan xoşlanmıram, dolğu falan istəmirəm, nə yalan deyim sizə. Yəni, heç vaxt elətdirməmişəm, yəni üzümdə heç bir dolğu falan yoxdur. Nəmləndirmə etmişəm, bir ay qisəsi eləmişəm. İndi deyirlər ki, 7.5 falan, onlar da deyilənə görə dolğudur, amma bilmirəm, yəni mən nəmləndirmə kimi etmişəm. 5.7 özü də bir biorehabilitasiyadır. Sadəcə olaraq vırılma texnikaları başqadır. Siz necə ki, biolar elətdirmişsiniz, üzünüzə papulina olubdur, liniyina olubdur, nə bilim, mezoterapiya. Bu da indi həmən o, eyni preparatı sadəcə olaraq 5 və yaxud da 7 nöqtəyə vurulur. Hə, emindən məsələn, bunlar bağlarda, lifting bağlar vurulub, lifting alırıq biz bunu. Çox yerdə çox adam deyir ki, yalandır, dolğudur. Dolğu olsa deyərik dolğudur da. Yəni, həqiqətən, niyə? Çünki dolğunun ucuzlusu da var. Məsələn, bizdə 1 qramı 150-yə də var, 250-yə də var, düzdür. Amma 7.5 ondan bahadır. Mən niyə görə kimisə avladım, kimisə yalanlar. Yəni, belə deyirlər də. Bilirəm deyirlər, tək bunu belə yox. Üzümdə rəng bərabərsizliyi də var, yəqin hiss edirsiniz. Sözsüz ki, çoxdan çiska elətdirmirəm, elə saf edəndə eləmişdim, almaz eləmişlər. Elətdirmirəm, yəni adətən almaz elətdirirəm, başqa bir şeydir. Dermapen də əsəbləməm, çox dərinə çıxır. Onu elətdirmişəm bir neçə dəfə çoxdan. Yəni, belə onunla xeyrin görmüşəm, nə yalan deyim. Qəşəng prosedurdur, amma artıq vaxtı deyil. Amma bir söz deyim, düzdür, mən nəyə xoşlamıram, siz onu xoşdurursunuz. Mən nəyə xoşdururam, siz onu xoşlamırsınız. Tam yəni, indi gərək biz yollaşaq bir yolu deyək. Çünki mən sapı heç bəyənmirəm, dermapeni heç bəyənmirəm. Düşünürsünüz ki, effekti yoxdur. Yox, üzümə eləmərəm. Mən eləmərəm onu üzümə. Amma mən məsələn dolğunu sevirəm. Həmişə də deyirəm, bizim bütün dolğudur. Amma məsələn dolğunu sevməyənlər amma niyə sevmirlər onu başa düşürəm. Dolğunu çünki mənim rəfiqəm elətdirmişdi və sizə deyim ki, yaxşı da bir adını çəkməyəcəm, xanımın yanında elətdirmişdim. Onda indi hal-hazırda siz necə bax, buradadır dolğular. Yığışır və onu heç nə təmizləyə bilmir. Yox, əgər o təbii dolğudursa, təbii dolğudursa, təbii dolğunu 2 saata təmizləyirik. Yəni, o problem deyil. Əlidirsiz gedir. Əlbəttə. Amma bu süni dolğudursa, biopolimerdursa, əlbəttə bu bizlə axıra qədərdir və buna əməl et. Mən də vaxtında eləmişəm onu, sonra onu çıxartdırırsan. Yəni, onun da əməliyyatı var, həlli yolu var. Amma mən süni dolğu ilə işləmirəm, mən təbii dolğu ilə işləyirəm.